Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bu gün sizinlə Galaxy A seriyasının 2026-cı il üçün təqdim olunan top modeli Galaxy A57 haqqında danışacağam və bu cihazda bu il olan əsas dəyişimlərdən, ötənilki Galaxy A56 ilə yaranan fərqlərdən geniş söhbət açıb tam tərəfsiz formada qərarlaşdırmağa çalışacağam ki, yeni modelə keçid eləməyə dəyər yoxsa yox. İlk olaraq ənənəvi qaydada dizaynından başlayım. Bu il Galaxy A57-də köklü görünüm fərqi olmasa da ki, bunu onsuz da gözləmirdik, çünki Samsung bütün seriyalarında artıq öyrəşilən dəst xəttini qoruyaraq yoluna davam eləyir. Lakin ölçü və gövdə qoruması baxımından çox ciddi yenilənmələr var. Birincisi, bu ilki model ötənilki A56-dan fərqli olaraq həm incədir, həm də daha yüngüldür. 198 qramdan 179 qrama endirilən ağırlıq, 7.4 mm-dən 6.9 mm-ə incəldilən gövdə bu il tam olaraq IP68 su tozdan qoruma sertifikatı ilə gəlibdir. Xatırladım ki, ötənilki A56 modelində bu IP67 idi. İkinci məsələ, ön tərəfdən də Galaxy A57 çərçivələrini yavaş-yavaş incəldir. Hər dəfə bu smartfon haqqında danışanda əsas tənqid elədiyim aşağı hissədə olan çənə çıxıntısı da artıq azaldılıbdır. Yəni kənardan baxanda A57 hələ də böyük çərçivəli ekrana sahib olsa da, ötənki modeldən fərqli olaraq daha yaxşı görünür. Bilmirəm, bu yenilik sizin üçün nə qədər vacibdir, amma dəyişən detallar sırasındadır. Kənarda olan düymə adası sayəsində ələ yaxşı oturması, alüminiumdan hazırlanmış yaxşı istiliyi yayan gövdə, ön və arxada bu il dəyişməyən Gorilla Glass Victus Plus şüşəsi ilə Galaxy A57 bu günə qədər gördüyüm ən incə, ən ələ yatan A seriyası modeli olaraq bazara çıxıbdı. Sözün açığı S26 Ultra istifadəçisi olaraq bu smartfonu əlimə alanda əməlli başlı incəlik və yüngüllük hiss elədim. Odur ki, incə və yüngül smartfon sevən və premium gövdə axtaranlar üçün Galaxy A57 bu il orta segmentdə yenə də sevimli model ola bilər. Ekranı barəsində çox danışmaq istəmirəm, çünki gözəbatan bir dəyişim yoxdur. A56 ilə demək olar ki, eyni paneli bölüşürlər. 6.7 düymlük Super AMOLED Plus paneli 120 Hz-li yenilənmə tezliyinə və pik səviyyədə 1900 nit parlaqlığa sahibdir. Yəni bu deyilənlərdə tək fərq A57-də olan ekranın Super AMOLED Plus olmasıdır. O Plus isə sadəcə Samsung tərəfində ekran texnologiyasının bir növ update olunmasını ifadə edir. Bu yenilənən texnologiya panelin daha incə və enerji baxımından səmərəli olduğunu göstərir ki, bu da telefonun 6.9 mm-lik gövdəsinə böyük batareya həcmi sıxışdırmağa kömək eləyibdir. Amma məndən şəxsi fikrimi soruşsanız, mən bir növ bu il A57-də LTPO tipli paneli gözləyirdim. Yəni heç olmasa ekranda olan tezliyi 1 və 120 Hz aralığında dəyişərdi və oradan da batareya ömrünə qənaət etmiş olardıq. Amma bu texnologiyanın bahalı olduğunu nəzərə alanda hələ önümüzdəki 1-2 ildə bu segmentə gələcək kimi görünmür. Bu arada ekran A56-da olduğu kimi HDR10+ dəstəklidir. Batareyası da ekranı kimi dəyişməyibdir, çünki Samsung hələ ötən il batareyanın vaxt göstəricisini yuxarı çəkməklə yeni dəyişimi elan etmişdi. Yanaşma belədir ki, hər il smartfonun bütün komponentlərini yeniləmirlər. İllər keçdikcə cihazlar hissəli dəyişim keçirir. Bu ildə batareya, kamera və ekran yenilənməyən detallar olaraq qalıbdır. Yəni 5000 mAh-lıq batareya 45 Wh-lıq naqilli formada enerji yığmanı dəstəkləyir ki, bu da rəqəmlərlə ifadədə 30 dəqiqə ərzində 60% enerji deməkdir. Lakin texniki tərəfdə prosesorda olan dəyişim, ekranın AMOLED Plus olması enerji istifadəsi tərəfində Galaxy A56-dan daha yaxşı nəticə verəcək. Mənə görə burada ən yaxşı element telefonun gövdəsinin bu qədər incə olmasına baxmayaraq batareyasının miliamper dəyərinin azaldılmamasıdır. Amma bir yenilik kimi bəlkə A57-yə naqilsiz enerji yığma dəstəyi versəydilər, daha yaxşı bir smartfona çevirmiş ola bilərdilər. Prosesordan danışmışkən elə texniki hissə ilə davam eləyək. Bu il ən önəmli dəyişim məhz burada olubdu. Ardıcıl sadalasam, A57-də CPU-nun Exynos 1580-dən 1680-ə yüksəldilməsi ilə yanaşı, həm RAM-lar daha sürətli və səmərəli olan DDR5X-ə dəyişdirilib, həm də bağlantı texnologiyaları tərəfində Wi-Fi 6E və Bluetooth 6.0 dəstəyi əlavə olunubdu. Bütün bunlar məncə kifayət qədər yaxşı və gözəbatan dəyişimlərdir. Exynos 1680-ə gəlincə, bu CPU-da sələfi kimi 4 nanometrlik arxitektura ilə gəlir. Qiymət segmentinə görə belə aşağı nanometr göstəricisi məncə hələ də möhtəşəm nəticə olaraq qalır. Samsung özü deyir ki, performans baxımından həm CPU, həm qrafik tərəfdə A56 ilə müqayisədə 15%lik bir artım var. İndi bu artımı adi istifadəçi nə qədər aydın hiss eləyəcək gündəlik həyatında bilmirəm, amma əsas məsələ məhz süni intellekt tərəfinə və foto emal mühərrikinə ciddi təsirinin olmasıdır. Bizim apardığımız benchmark testlərində Antutu və Geekbench-ə görə hardasa 12-14%lik bir artım müşahidə olunubdu və prosesor müqayisə saytları
oyunçular da həqiqətən 1680-in daha yaxşı olduğundan yazırlar. Sözsüz ki, bu segment oyuncularda Exynos'un əsas rəqibi Snapdragon 7 Gen 4 prosessorudur. Müqayisədə baxanda həm CPU, həm qrafik tərəfində testlərdə 1680 rəqibinə qalib gəlir, amma sırf enerji effektivlik komponentində ona uduzur. Baxmayaraq ki, kifayət qədər yaxşı nanometr dəyərinə sahibdir. Uzun sözün qısası, performansı yüksəkdir, amma Samsung bu Exynos'un daha effektiv enerji istifadə etmə məsələsini də həll etsə yaxşı olar. Azərbaycanda daha çox satılan modelləri 8 GB-lıq RAM və 128-256 GB-lıq daxili yaddaş seçimlərinə sahib olan variantlarıdır. Qiymətləri də yaddaşlara müvafiq olaraq nağdalış zamanı 1050 və 1150 manata təqdim olunur. Xüsusi olaraq qeyd edim ki, qlobal bazarda ilk dəfə bu il A57-nin 512 GB-lıq daxili yaddaş seçimli 12 GB-lıq RAM-a sahib olan versiyası da təqdim olundu. Mənim məsləhətim isə ən yaxşı variant olaraq 256 GB-lıq yaddaşa sahib olan variantını almaqdır. Çünki smartfonlar SD kart dəstəyinə sahib deyillər. Bu arada unutmamış bunu da əlavə edeyim ki, A56 kimi A57 də 2 fiziki sim və esim dəstəyinə sahibdir. Kameralarla davam eləyək. Bayaq qeyd elədiyim kimi dəyişməyən detallardan biri də məhz kamera sistemidir. A56-da gördüyümüz 50 megapikseli f1.8 diafragmalı geniş, 12 megapikseli f2.2 diafragmalı ultra geniş bucaqlı və 5 megapikseli makro fokus kamerası eyni sırayla A57-nin də arxasında düzülübdür. Bu kamera adasını biz əvvəl qatlanan seriyada, daha sonra ötən ilki A56-da və bu il nəhayət S seriyasında gördük. Bununla da Samsung özünün Samsung olduğunu hiss elətdirən rekvizitini artıq bu formada inkişaf elətdirir. Böyük ehtimalla da daha bir neçə il bu trend davam eləyəcək. Megapikselləri dəyişməsə də prosesorda olan dəyişim avtomatik olaraq görüntü emalında fərqlər yaradıbdır. Yəni tam da Galaxy A57, A56 kimi görüntü çəkir demək olmaz. Eyni kamera sistemi prosesorlarda fərqli nəticələr verir və burada yaxşı olan tərəf A57-dir. Üstəgəl Samsung bir neçə süni intellekt imkanı əlavə etməklə də istifadəçilərində A57-yə keçməyə səbəblər yaratmağa çalışıb. Əsas kamera ilə çəkdiyim adi portret və gecə fotolarını özünüz ekranda görürsünüz. 2, 4, 10 qat rəqəmsal yaxınlaşdırmanı dəstəkləyir və bunlardan ən yaxşı effekt verəni məhz 2 qat olanıdır. Mənim şəxsən hiss elədiyim əsas dəyişim çəkim sürətidir. Bu CPU sayəsində yaxşılaşıbdır və foto daxildə daha tez emal olunur. Amma yenə də bu kamera 4K 60 FPS video çəkim dəstəyi imkanını vermir. 1080p 60, 4K 30 maksimumudur. Amma şəxsən nə yalan deyim, mən bu cihazdan 4K 60 FPS-i istəyərdim və sələfi A56 kimi əsas kameranın OIS və autofokus dəstəyi də var. Makro və ultra geniş bucaqlı kamerası haqqında çox danışmayacağam. Bu kameralarda OIS və autofokus imkanları yoxdur. Makrofokus kamerasına ümumiyyətlə məncə ehtiyac yox idi. Sadəcə Samsung arxada bu üçlü görünüm, düzülüş tamamlansın deyə hələ də bu kameradan imtina etmir. 13 mm-lik geniş bucaqlı kamera ilə çəkdiyim foto nümunələri ekranda görürsünüz. Düşünmürəm ki, ötən ilki A56-dan çox da fərqlənir. Yəni wow bir kamera deyil, sadəcə lazım olanda işinizi idarə eləyəcək. Video tərəfində isə əsas kameradan tək fərqi 60 FPS dəstəyinin olmamasıdır. 4K və 1080p hər ikisi də 30 kadr saniyə sürətlə. Öndə olan 12 megapikselli selfie kamerası da dəyişməyən detalları arasındadır. Yaxşı tərəf odur ki, 4K 30 FPS çəkimlər həyata keçirir, amma arxada olan ultra geniş bucaqlı kamera kimi o da autofokus dəstəyinə sahib deyil. Yəni sabit fokuslu kameradır. Rəngləri, parlaqlıq dəyərlərini, aşağı işıq performansını və portret fotolarını segment üçün yaxşı adlandırmaq olar. Nümunələri ekranda özünüz izlədiniz. Əsas önə çıxan detalı isə bu kamera ilə 10 bit HDR video qeydlərinin aparıla bilməsidir. Son olaraq süni intellekt və sistemdən də danışıb icmalımızı yavaş-yavaş yekunlaşdıraq. Deməli, Samsungun sistem yenilənmə təminatı məsələsində nə qədər keyfiyyətli və sözünə əməl eləyən brend olduğu yəqin ki, çoxunuza məlumdur. Bu ilki A57 modeldə qutusundan Android 16 üzərində qurulan One UI 8.5 ilə çıxır və şirkət cihazına 6 il sistem yenilənmə təminatı sözünü verir. Bu təminat segment üçün önəmli və yaxşı göstərici hesab oluna bilər. Süni intellekt tərəfində isə Google'un Gemini-ı yenilənmiş Bixby Circle to Search S seriyasında olduğu kimi bu smartfonda da var. Amma S seriyasına fərqli olaraq A seriyasında olan süni intellekt imkanları Galaxy AI yox,
Awesome Intelligence başlığında toplanılıbdır. Buna səbəb də A seriyası modellərində S seriyasında, yəni Galaxy AI-da olan yaradıcı süni intellekt alətləri, Drawing Assistant, Generative AI, süni intellektlə obyekt əlavəsi, canlı zəng tərcüməsi, AI ilə yazma, düzəliş etmə imkanlarının bu cihazda olmamasıdır. Yəni bir növ süni intellekt paketinin sadələşdirilmiş variantıdır. Yekun olaraq daha incə dizayn, yüngül gövdə, IP68 sertifikatı, yüksək sürətli RAM, yeni prosesor, yeni bağlantı texnologiyaları, incəldilmiş ekran çərçivələri Galaxy A57-ni ötənki modeldən fərqləndirən əsas detallar oldu. Məndən soruşsanız, məni əsas qane eləyən və xoşuma gələn hissə sözsüz ki, gövdəsi idi. Həm incə, həm yüngül, həm də ələ yatımlı. Üstəlik alüminium və şüşənin premium hissi verən kombinasiyası bu cihaza əla yaraşıb. Gözləntilərimin qarşılanmadığı tərəflərdən də danışsam, məncə ən azından kameraların birində 4K 60 FPS ola bilərdi. Batareyasına naqilsiz enerji yığma dəstəyi verilə bilərdi. Ekran çərçivələri daha da incəlmiş ola bilərdi və s. Amma yenə də ümumilikdə bu ildə Galaxy A57-nin bazarda çox rahat satış eləyəcəyini düşünürəm. Son söz isə sizdədir. Sizcə bu qiymətə Galaxy A57 alınarmı, yoxsa bu smartfon A56 istifadəçilər üçün yox, A53, A54 istifadəçilər üçündür? Rəydə fikirlərinizi mənimlə bölüşün.